Acgöz köpəyin təmsili. Biri var idi, biri yox idi. Bir acgöz köpək var idi. Bir gün bu köpək ağzında ət parçası gölün üstündən keçəndə qəflətən suda öz əksini görüb dayandı. Onun başqa bir köpək olduğunu zənn etdi. Tamah ona elə güc gəldi. Sudakı köpəyin ağzındakı ət parçasını da qamarlamaq istədi. O cəld suya atıldı. Həmin anda ağzındakı ət parçası da suya düşdü. Yalnız bu zaman sudakı köpəyin öz əksi olduğunu anladı. Acgöz köpək öz-özünə mırıldandı. Başqasının ətini ələ keçirmək istəyirdim. Amma öz qismətimdən də oldum. Doğru deyirlər ki, artıq tamah baş yarar. Beləcə ağzındakı ət parçasını da itirdi. Sonrakı peşmançılıq fayda verməz deyirlər.